Bugün Əhl-i Beyt gizlin ağlayırdı Həzrət Fatiməyə. Əleyhissalam Zeynəbə tapşırdı, qızım səslə ağlama. Alacaydı, qız uşağı idi, anasını itirmişdi. Xanım Zeynəbə tapşırırdı ki, soruşsalar birdən anavın qəbri hardadır istəsə demə, qızım. Layiq deyildi elə dəfn olunsun Peyğəmbər qızı. Niyə gecə qaranlığında qəbrə gedir? Bu gecə o adamsız, qərib, məzlum Əli Fatiməni dəfn eləməyə aparır. Bir güclə cənazəni aldı uşaqların əlindən. Çıxardır, gedir bir də görür Zeynəbin ağlamaq səsi gəlir. Harada görünüb ki, gecə geçsinlər, gecə hamı evinə qayıdır, hara gedirsən ona? Aparır, dəfn eləyir 4 nəfərlə, 7 nəfərlə yazırlar. Qalıca yazır ki, gözündən sel kimi birdən-birə yaş axmağa başladı. Dərdini kimə desin bu məqamda? Üzün dolandırdı Peyğəmbərin qəbrinə. Salam olsun sənə ya Rəsulallah, salam olsun sənə məndən və sənin sevdiyin qızından.